Salam dəyərli izləyicilər, videoya xoş gəlmisiniz. Bugün sizinlə ev usulü ilə hazırlanan həm ləzzətli, içi yumuşaq ət kotleti bişirəcəyik. Yanında da qızardılmış kartof. Həm asan, həm dadlı. Hazırsınızsa videoya keçək. İlk olaraq 500 qram ət qiyməsi, 4 ədəd doğranmış kartof, ətin tərkibi üçün 1 ədəd yumurta, ədviyyatlar, duz, istiyot, sarıkök, hərəsindən 1 qaşıq, 2 ədəd rəndələnmiş soğan, isladılmış 2 fal çörəyi və son olaraq undan istifadə edəcəyik. İndi isə kotletimizin içliyini hazırlayırıq. Qiymənin üzərinə rəndələnmiş soğan əlavə edirəm. Daha sonra ədviyyatlarımız olan duz, sarıkök və istiyotu əlavə edirik. Ardınca 1 ədəd yumurtamızı əlavə etdikdən sonra son olaraq 2 fal isladılmış çörəyi də ətimizə əlavə edirik. İndi isə hər şeyi yaxşıca qarışdırıram. Əllə yoğurmaq daha yaxşıdır. Çünki ət daha yaxşı birləşir və kotletlərimiz daha yumşaq və ləzzətli olur. Ətimiz tam hazır olandan sonra dadların bir-birinə daha yaxşı qarışması üçün 10-15 dəqiqə dincəlməyə qoyuruq. 15 dəqiqə sonra artıq ətimiz forma vermək üçün hazırdır. İndi isə ətimizdən götürüb kotletlərə forma verir. Əlimi azca isladıram ki, ətə yapışmasın. Çox qalın da eləmirəm, çox nazik də, orta boy. Forma verərkən mükəmməl olmasına çalışmıram. Əsas odur ki, bərk yoğrulsun və içində boşluq qalmasın. Əllə yüngülcə yaşlılaşdırıram, əlimi azca islatsam yetər. Bizim evdə bu kotleti həmişə nənəm belə hazırlayardı. Əvvəlcə əllərini isladar, sonra belə nazik formalar verərdi. Deyərdi ki, kotletin dadı bir yana, görünüşü də iştah açmalıdır. Gördüyünüz kimi kotletlərimizin forması artıq hazırdır. Hazırladığımız formaları gördüyünüz kimi bir-bir una batırıb badnosa yerləşdiririk. Yarım stəkan yağı tavamıza əlavə etdikdən sonra hazırladığımız kotletləri bir-bir tavaya yerləşdiririk. Kotletlərin bir üzü qızarandan sonra digər üzünə çeviririk. Ehtiyatlı olmağa çalışırıq ki, kotletlərimiz dağılmasın. İndi isə keçək kartofun hazırlanmasına. Ədviyyat olaraq istiyot, sarıkök, duz əlavə edirik. Daha sonra əlimiz ilə yaxşıca qarışdırırıq. Daha sonra hazırladığımız kartofu isti tavaya tökürük. Və sonda bişirdiyimiz kotletə kartofumuzu da əlavə edərək belə gözəl, ləzzətli bir yemək əldə edirik. Əgər videonu bura qədər izlədinizsə, dəstək olmaq üçün kanala abunə olub videonu bəyənməyi unutmayın. Sağ olun, nuş olsun.